Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə gördüyünüz kimi dovğa hazırlayacağıq. Lakin bu dovğa əvvəlki dovğalardan fərqli olaraq küftəcikli dovğadır. Yəni bunun tərkibinə kiçik küftəciklər də əlavə olunacaq. Adi qaydada, deməli, göyərtilər seçilir, yuyulub xırda doğranılır. Noxud əvvəldən hazırlanır, bişirilir. Düyü əvvəlcədən bişirilir və bundan sonra dovğanın hazırlanmasına başlayırıq. Qazana qatığın yarısı tökülür. 1 qaşıq un, 2 yumurta çırpılır. Homogen olan hala qədər qatığı çırpırıq. Sonra üzərinə yerdə qalan hissəni də əlavə edirik və beləliklə yaxşıca qarışdırırıq. Mən 3 litrlik qatığın dovğasını hazırlayıram. Resept ona görə verilir. Üzərinə 500 qram su əlavə edilir, qarışdırılır. Qarışımın üzərinə 200 qram xama, 2 xörək qaşığı mayonez və qaynamış düyünü də qatıb yaxşıca qarışdırılır və bişməyə qoyulur. Qaynayana qədər odun üzərində deməli qarışdırılaraq bişirilir. Düyü və noxud əlavə olunur. Kənarda küftəciklər yumrulanır. Qatıq qaynara düşənə yaxın küftəciklər qarışıma əlavə edilir və bişməyə buraxılır. Qarışım qaynadıqdan da 10 dəqiqə sonra deməli küftəcikləri hələ bişiririk. Göyərtisi əlavə olunur və bişirilir. Budur, bizim dovğamız artıq küftəli dovğamız hazırdır. Küftələri də bişib. Çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.